Herkese salam dostlar. Yeni bir videoya xoş gəlmisiniz. Bugün HS atmaq yolları deyəcəyik. Dostlar gördüyünüz kimi indi odaya gəldim. Odada VS atacağıq. Bu mənim dostumdur. Siz 2 tanışırıq V4. Əslində siz onun da səhifəsinə gedə bilərsiniz kanalında. Kanalın altında onun şeyini qoyacağam. Onun da kanalına qoyacağam. Oradan götürərsiniz, baxarsınız onun da kanalına. O da PUBG videoları çox yaxşı, 61 səviyyəli bir adamdır. Yəni yaxşı oynayır. Və dostlar, bugün HS atmanın yollarını deyəcəm. Birincidən elə deyirəm, bax birinci ən hasanddır. Yəni çox nəfər deyir tərs joystick, nə bilim, joystickin 65-i, 105-i, nə bilim, beləsinə sözlər deyəcək. Yoxdur elə şey dostlar. Joystickin nə balacalığı, nə böyüklüyü var. Joystick necə istədiniz elə deyirsiniz, oynaya bilərsiniz. Bu yəni tərs joysticklə, nə bilim, yumru, yəni düz joysticklə, nə bilim, nə joysticklə deyil uşaqlar. Və ayarınızı özünüzə aid eləyəcəksiniz. Çox bomba bir ayar özünüzə eləyin. Onu işlədin və siz ayarınızda öyrəşəcəksiniz, HS ata biləcəksiniz. Amma nəyə xasiyyətiniz adını qurub eləməyin dostlar. Yəni bunu mən indən deyim sizə. Yəni çox nəfər deyəcək nə əlaqə, nə. Dostlar elə bir şey yoxdur. Yəni siz bir dəqiqə baxın, indi baxın, indi baxın. Hadi be. Hatta bizim bakın belasına gördüğünüz gibi bu nişan bir tık üstünde olacak adamın. CS'ye geçelim. Bakın. Gördünüz. CS. Niye? Çünkü ben öğrenmişim ayarımı. Hem özüme ait ayar kurmuşam. Bilirəm nə tər olacaq, necə olacaq. Necə vura biləcəm, necə vuramayacağım. Yəni siz ama damatın ayarını götürürseniz əlbəttə vura bilməyəcəksiniz. Şeysi görsünüz. Dostlar, heç vaxt damatın hassasiyetini götürməyin. Özünüzə aid. Yəni PUBG-nin düzü yaradıcısı sizə də şey verir. Hassasiyet verir. Uy bu vuruş biraz sert çıxdı. Şimdi bu uşaq Sasuke'dən də yaxşı oynayır. Sasuke'dən deyil. Bəli, ola bilər. Çünki Sasuke məndən nə qədər böyükdür. Hətta məndən çox güclüdür. Ola da bilər. Amma ki, bəzi adamlar demir necədir, joystick nə tər olacaq, nə bilim, ayarlar, HS'lər nə tər gedəcək. Heç bir adam çox nəfər demir. Amma biz deyirik. Nəyə görə? Çünki biz hamı bilsin də, yəni hamı vuruş çıxarabilsin də. Yəni bizim də adamlarımız var da burada. Onun üçün biz heç vaxt paxıllıq eləmirik. Baxın indi HS atabilsəm indi atarım. Hətta var ha. Beğensen gösterilenler ne? Onlar hiledir dostlar. Onlara baş koşmayın. Hiç bak. Taktika da var. Taktikalar da var indi diyeceğim. Bu ucu berk atmayından ben bir az şüphelendim. Yani VPN işte bu. Ama siz tanışlarınız da dostlarınız da zaten. Bakın neyse vurdum ölmedi gördünüz. Yani neyse ne bileyim atabilirik. Onun üçün heç vaxt cam ayarını götürməyin. Hər götürdüyünüzdə bir dənə ayarınız pozula bilər, nə bilim, nəyiniz pozula bilər. Allah bəlanızı be. 2 dəqiqə bir şey atmayın da. Baxın, bunda üçün nəsə şübhələnirəm ha, bu bək qaçır edir. Hətta dostlar, tanışlarınızla VS atın ha. Yəni hər gələn VS atmayın. Çünki yəni biri hilə deyər, nə bilim, niyə ban yedirəcək. Ban bir sizə nəsə, yəni demirəm, hilə ola bilərsin. Çox ban olanda PUBG adam banlayır. Baxın görürsünüz o mən nə tez vurulan onu. Nə atamıyor olsa bu hilədir. Mənim sinif yoldaşımdır. Qırmadı mənə, çox sağ olsun, gəldi VS. Baxın joystickdə məndə də problem var amma mən yenə də oynaya bilirəm. Bir de çanta zarar verir, nə boş yere atırıq. Ona heç bir dəxli yoxdur dostlar.
Onda J-Scope var. Dostlar məndə J-Scope yoxdur ama olsun. Ama yine de biz HS atabilirik axırı. Video çıxarabilirik axırı. Ha bir de dostlar o bəziləri var. Götürürlər beləsinə nə bilim vuranda şey eləyirlər. Bırakırlar, tez bırakırlar vuranda, qutarmayıb elə bırakırlar. Bəzi adamlar da var, o dostlar eləməyin, eləsinə vurun qutarsın, güllə qutarsın. Onda bilərsiniz ki öldü, hə, bu. Tanjiro yəni güclü uşaqdır ya, yəni hələ bilmirəm boşladı. Yəni düzdür nə qədər bayaqdan da öldürdüm, eləyirdim o ayrı, amma yenə də əllərinə sağlıq. Yaxşı oynayır. Bayaq mənə dediyə şey deməyim göstəreyim. Mən uduza bilərəm amma uddu, halaldır. Mən elə belə oynayıram amma yenə heysə bax gördünüz başlanğıcda necə qəşəng heysələr atıram. Oy, bakın bir heysə. Ve dostlar videomuz buraya mıydı? Çok sağ olun izlediğinize göre. Yani heç vaxt heç yerdən bir şey götürüb eləməyin. Bu kadar videomuz sağ olun.